Salam, mən Kənan Məstəliyev, İdman Jurnalisti Rekorda saytının baş redaktorum. Siz isə yenidən 11 adamdasınız. Bu dəfə də ənə uyğun olaraq həmkarım, dəyərli dostum Anar xanımla bir yerdə bu müsahibəni götürəcəyik. Anar, xoş gəlmisiniz. Hoş gördük. Mövzumuz isə yenə də futboldur və futbolun inkişafıdır. Yəni yaralı yerimizdir və Azərbaycanda elə bir futbol qurumu var ki, həm futbolu, həm inkişafı sözünü öz adında ehtiva eləyir. Futbolun inkişafı fondu. Həmişə maraqlı olub ki, bu fond, bu qurum nə işlə məşğuldur, ümumiyyətlə fəaliyyəti nədən ibarətdir. Hər dəfə müxtəlif fikirlər ortaya atılır, müxtəlif fikirlər bildirilir. İstədim ki, bu fondun nümayəndəsi ilə bu məsələyə daha dərindən toxunaq, məsələyə bir aydınlıq gətirmiş olaq. Görək bu qurumda hansı fəaliyyətlə məşğuldur və o fəaliyyəti necə qiymətləndirmək olar. Qonağımız Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyevdir. Tural bəy, xoş gəlmisiniz. Xoş gördük, çox sağ olun. Sağ olun. Tural bəy, klassik birbaşa elə həm mövzudan başlayaq. Futbolun İnkişafı Fondu hansı fəaliyyətlə məşğuldur, nə işlə məşğuldur? Futbolun İnkişaf Fondu ümumiyyətlə 2016-cı ildən təsis olunubdur. Bizim aktiv dövrümüz 2022-ci ildən başlayır. O vaxta qədər bir dövlət proqramı üzərində iş gedirdi və 22-ci ildə təsdiqləndi və o dövlət dəstək layihəsi çərçivəsində klublara müəyyən maliyyə ayrıldı. Fondun belə deyək, formal işi daha çox o maliyyənin klublara təmin olunmasından ibarətdir. Yəni Premyer Liqa klubları, birinci liqa, ikinci liqa o vəsait yəni bizə gəlir, bizdən klublara gedir. Amma bizim əsas işimiz region klublarının dayanıqlı inkişafı. Yəni bizim ilk başdan qoyulan belə missiyamız budur ki, biz xüsusilə bölgə klublarına dayanıqlı inkişaf etməyə kömək edirik. Yəni bizdə tarixdə çox güclü klublar olubdu, onların güclü dövrləri olubdu, amma o klubların ortaq bir cəhəti olub, onlar əsasən bir nəfərdən, bir sahib və ya sponsor deyə ondan asılı olublar. Və nə vaxt ki, o sahib, sponsor onda məsələn, maraq azalanda və yaxud da ki, bunda iqtisadi bir maliyyə problemləri yarananda klublar o yeganə maliyyə mənbəyindən mənbəysiz qalıblar və ona görə də ya dağılıblar, ya aşağı liqalarda və yaxud da ki, AFFA-nın dəstəyindən müəyyən bir yerə qədər gəlib çıxa biliblər. Biz deyirik ki, nə qədər ki, bu dövlət proqramı var, bu fürsətdən yaxşı istifadə eləyək, bu bir fürsət kimi biz görürük. Bu dövlətimiz tərəfindən yəni futbola göstərilən böyük qayğı dəstəkdir, amma biz başa düşməliyik ki, futbol ümumiyyətlə tək idman növü deyil, bu dünyada ən gəlirli biznes sahələrindən biridir və biz eləməliyik ki, bu fürsətdən yaxşı istifadə eləyək və klublarımız ən azından öz ayaq üzərində durmağı bacarsınlar. Təbii ki, biz yəni qısa dövrdə klubların mənfəətli olmağını gözləyə bilmərik. Amma mənfəət ümumiyyətlə futbolda bu o qədər də öyrəşilən bir anlayış deyil. Yəni bu yaxınlarda Swiss Rumble deyilən bir dənə audit şirkəti var. Yəni onlar İngiltərə klublarının kimlər ki hesabatlarını paylaşıblar. Yəni onların hardasa İngiltərədə olan klubların yarısını analiz ediblər. Cəmi 4 klub mənfəətə çıxıb. Ümumiyyətlə belə fikir var ki, futbol daha çox sosial layihədir. Yəni bu heç də bütün dünyada, bütün ölkələrdə futbol gəlirli biznes deyil. Onu dövlət istər-istəməz öz müdaxiləsini eləyir. Mən razı deyiləm. Yəni bu bizim belə deyək də fondun iş prinsipinə ziddir. Yəni futbol sosial layihə ola bilməz. Futbol sosial layihə ola bilər, müvəqqəti hansısa bir dövrdə dəstək ola bilər, amma futbolun özündə də bir biznes modeli qurulmalıdır. Yəni əvvəlki o fikrimə qayıdım. Yəni o İngiltərə klublarından cəmi 4 klub mənfəətdə olubdu, amma o klubların hər birinin gəliri var. Yəni şərt deyil ki, mənfəətə çıxsın hamı, amma ən azından o klubların gəlirləri olmalıdır. Çünki hər bir klubun da bir sahibi sponsor vardır. Yəni o yerdə qalan maliyyə nədir, onu da o əlavə edir və onun o planı nədir, nəyi əldə eləmək istəyir, ona əsasən onu eləyir. Amma o demək deyil ki, o sahib sponsor futboldan gedəndə həmin klub dağılır. Yəni bizim ölkəmizdə sponsor gedəndən sonra klub dağılır. Və bu Şərqi Avropa ümumiyyətlə xas bir xüsusiyyətdir. Yəni tək bizdə deyil. Deyim ki, bu bizim problem, tək bizim problem deyil. Amma düşünürəm ki, yenə də gec deyil. Biz bunun üzərində işləməliyik. Klublar hətta öz o formalaşdırdıqları gəlirlərinə yaşamaqlarını təmin edə bilməsələr belə, ən azından onun haqqında düşünməlidirlər. Yəni biz ancaq meydançanı düşünə bilmərik. Biz illərdir ancaq meydançanı düşünürük. Ancaq ki 11 nəfər təmin eləyək, ehtiyat heyəti olsun, texniki heyəti olsun və s. Amma biz məsələn bu liqamızda da görmüşük də, yəni son illər birinci liqa yarandı, ikinci liqa yarandı. Biz
xüsusilə aşağı liqalarda görmüşük ki, vaxt olub ki, 11 nəfər tapıb meydançaya çıxarda bilməyiblər. Bəli. Ki, nəyə görə tapa bilməyiblər? Çünki bir gəlir kanalı yoxdur. Yəni bir dənə dövlətdən gələn bu dəstəkdir. Klubların böyük əksəriyyəti o maliyyə hesabına dolanırlar və onlardan soruşsaz ki, məsələn, futbolumuzun inkişafı üçün, klub futbolunun inkişafı üçün nə etmək lazımdır? Birinci deyəcəklər ki, o maliyyəni artırmaq lazımdır. Birinci liqa üçün 300 min çox aşağı maliyyədir. Və yaxud da ki, ikinci liqa üçün məsələn 58 min çox aşağı bir maliyyədir. Yəni əsas fikir ordadır da, amma digər tərəfdən baxanda ki, klublar düşünürlərmi ki, biz də pul qazanaq? Yəni mən açığı bu 4 il ərzində bunu çox az sezirəm. Yəni biz gedirik regionlara, klublarla danışırıq. Çox az adamın belə fikri var da. Yəni düzdür, heç kim demir bunu. Yəni biz gedib görüşəndə də əvvəl biraz daha sadəlövh idik. Bütün regionlara gedirdik, hamı ilə danışırdıq. Yəni planları deyirsən, qarşı tərəf baxırsan təsdiqdən, amma zamanla görürsən ki, insanların ya orada o kadrlar yoxdur, kim ki o işlə məşğul olsun. Yəni adam ömür boyunca futbolla məşğul olubdur. Yəni buna maraqlıdır ki, məsələn də o meydanda birdən danışırıq, deyir ki, o soldakı uşağa bax, nə bilim neçənci ildir, gör necə istedadlı. Mən baxıram, mən o qədər də tam onu görə bilmirəm. Mən baxıram ki, bu oyuna nə qədər azarkeş gəldi, bilet satmışıqmı? Yəni o tərəfindən də biz necə qaldıra bilərik? Yəni mövzuları belə müzakirə etdikcə baxırsan ki, fikirlər ayrıdır. Məsələn, kadrlar ciddi problemdir. Klublarımızın ikinci liqa klublarında 1-2 nəfərdir əksəriyyətində. Ya o da keçmiş futbolçu, məşqçi olan və daha çox texniki tərəfə baxan adamlardır. Yəni mən düşünürəm ki, yəni ən azından ona başlamaq lazımdır, bir gəlirlərə formalaşdırmaq lazımdır. Kadr problemi əslində mənim də hər dəfə müraciət etdiyim bir mövzudur ki, yəni biz deyirik ki, futbolçu yoxdur, nə bilim, falan məşqçi yoxdur, meydança yoxdur falan. Bu futbolçu yetişdirən adam lazımdır. Düzdürmü? Klub biz baxış bucağı olaraq klub yox, komanda düzəltməyə çalışırıq. Komanda yəni 18 nəfər düzəltdin, 20 nəfər düzəltdin, 2 dənə məşqçi qoydun, bir dənə fiziki hazırlıq falan düzəltdin. Bu oldu komanda. Komanda belədir ki, bunu belə bəlkə də kobud çıxacaq. Hamı biri yazır ki, axşam futbol oynayırıq şeydə, 6-nın 6-ya. Kim var gəlsin. Yəni bu tipdə olmalıdır. Biz klub yaratmalıyıq. İkinci liqada klublar var ki, onlar yəni bu formadadılar. Onlar məşqdə keçmirlər. Yalnız yəni oyundan oyuna yığışırlar komanda. Bəzən də hətta bizə də deyirlər ki, falan kəsin işi çıxır, gələ bilmir, oyunçumuz yoxdur. Belə müzakirələr var orada. Yəni yarım peşəkardır. İndi hər hansı başdan əvvəl heç ikinci liqada yoxdur. İndi heç olmasa o ikinci liqa var deyə müəyyən bir fikir formalaşdıra bilirik. Mən bir şey soruyorum. Bu kadrlar deyirik. Kadr problemi yəni bir nömrə problemidir də. Kadrlar yoxdur, yoxsa o kadrlara şərait yaratmaq istəmirlər. Ona həmin kadrlar misal üçün deyək ki, yaxşı bir məsələn bir biznes marketoloq var, məsələn hər hansı bir Şəmkirdə və yaxud da ki, hər hansı bir yerdə o gəlib işləyə bilər, ona şərait yaratmaq istəmirlər. Buna əlavə əziyyət kimi hesab edirlər. Yəni belədirmi vəziyyət? Məncə vizyon yanaşma məsələsidir bu həmin klublarda. Məsələn, birinci liqaya baxsaq, səhv eləmirəmsə hamıda legioner var birinci liqada, amma heç bir klubun marketinq meneceri yoxdur. Marketinq meneceri indi ümumi ifadə olaraq deyirəm də, bu biznes inkişafı üzrə ola bilər, ictimaiyyət əlaqələr üzrə ola bilər, amma məsələn gəlir qazanan yerdə hardan ki 1 manat pul gələcək, onunla məşğul olan bir adam yoxdur. Yəni amma legionerə verməyə pul tapılır. Yəni görünür ki, bu maliyyə məsələsi deyil. Yəqin ki, niyə qəbul eləmirlər? Səbəblər nədir yəni bunun var? Yəni təkliflər olur, hətta bizim özümüzün də cəhdlərimiz olubdu, özümüzün də təyin etdiyimiz adamlar olub. Dediyim kimi o başda olan adamın o vizyonu çox önəmlidir də. O buna nə qədər diqqət yetirir. Yəni region olub ki, biz getmişik orada müəyyən bir sistem qurmuşuq və artıq hər oyuna bir gəlirlər də formalaşıbdı. Yəni bilet satışı və oyun günü o qida su satışı vasitəsindən. Bizim də komandamız balacadır, resursumuz azdır. Yəni biz daim orada qala bilmirik də, regionlarda fərqlidir. Bir müddətdən sonra eşidirsən ki, açıb buraxıblar. Yəni ki 1 manatı insanlar vermək istəmir, gəlmək istəmirlər. Amma digər tərəfdən baxanda pulsuz bir şeyin dəyəri ən az bir qiymət olan bir şeyin dəyərindən artıq ola bilməz bu baxımdan. Vizyon məsələsi mən düşünürəm. Bir şey də var ki, hər kəs vizyonsuz ola bilməz də. Yəni orada klubların hamısı vizyonsuz deyil ki, yəni o əksəriyyət elədir, yəni belə başa düşürəm. Yəni də baxın, birinci liqada mən dedim ki, heç kimin marketinq meneceri yoxdur. Heç bir klubun yoxdur, amma legionerləri var. Premyer Liqa klublarının bəlkə də yarısının yoxdur bu sahədə məşğul olan adamlar. Ümumiyyətlə mən əslində 1-2 klubu çıxmaq şərti ilə, ümumiyyətlə düzdür ki, Premyer Liqa klublarının marketinqi, yəni o marketinq də deyil. Yəni bu marketinqi
Elə bir vəziyyətə klublarımız başa düşməlidirlər ki, artıq o dövr deyil. Yəni mütləq bir sponsor gələcək. Dövlət siz qeyd elədiyiniz kimi sağ olsun, kömək eləyirlər bir yerə qədər. 2 ildən sonra, 3 ildən sonra maliyyəni kəsəndən sonra çempionat olacaq heç nə. Yəni indidən fikirləşmək lazımdır. İnsanlar bəlkə də məcbur qalmalıdırlar onu eləməyə. Bəlkə də bir tərəfdən də dövlətin müəyyən maliyyəsi işə mane olur. Bəlkə də dövlət əlini çəksə məcbur olub işləyərlər, məcbur olub hər hansı bir addım atarlar. Ümumiyyətlə marketinq məsələsi biz qeyd elədiyimiz kimi çox vacib məsələdir, amma biz bunu başa düşə bilmirik də. Bu mövzu əslində müzakirə olunası mövzudur. Birinci liqa, ikinci futbolun inkişaf fondu olaraq konkret hansı klublarda deyə bilərsiniz ki, hansı klublarda hansı addımı atmısınız, o uğursuz olub, konkret uğursuz olub və hansında da uğurlu olub. Bir layihələrinizdən hansıları misal göstərə bilərsiniz? Mən açığı, yəni gördüyümüz işlərin heç birini uğursuz saymazdım. Niyə saymazdım? Ona görə yox, yəni bu biz eləmişik ki, bizdə hər şey uğurla alınır. Biz işə başlayanda region klublarla hər şey o qədər belə sıfırda idi ki, yəni nə eləyirdin orada alınırdı. Bilet satışı məsələn skeptiklik çoxdur. Regiona gedirsən ilk görüşlərimiz olur. Hətta bəzən eşitdiyimiz də olub ki, gəlirlər, danışdılar, çıxdılar, getdilər, heç nə eləmədilər. Amma yəni adi bir şeylərdir. Məsələn biz deyirik ki, gəlin birinci bir SWOT analizi eləyək. SWOT analizi nədir? Güclü və zəif tərəflərin aydınlaşdırması, imkanlar nədir, təhlükələr nədir? Bunları başa düşmək. Ondan sonra deyirik, gəlin bir stakeholder mapping nədir? Yəni maraqlı tərəflərin bir xəritəsini çıxardaq. Kimlərdir? Fakt olaraq yəni 2 klub var ki, ancaq o maraqlı tərəflərin xəritəsini çıxarmaqla biz onları xilas eləmişik. Məsələn, Turan-Tovuz ilk başdan bizdə gedirdi sponsor danışıqları. Yəni biz işə başlayandan bizə birinci tapşırıq o idi ki, Turan-Tovuz, Kəpəz bu ikisi Premyer Liqaya çıxıb, dövlət proqramı hələ təsdiqlənməmişdi. 450 min ya 500 min bir vəsait var idi və biz də hesablamışdıq ki, Premyer Liqada ortalama bir 2 milyon vəsait lazımdır. Gedin tapın. Yəni bunu necə eləyək? Yəni biz məsələn Tovuza gedəndə birinci dedik, gəlin bilet satışından başlayaq. Və bizə deyilən oldu ki, yəni burada insanlar pul verməyəcək, gəlməyəcək və s. və stakeholder mapping elədik ki, maraqlı tərəflər kimlərdir? Biz kimlərlə maraqlarımız kəsişir, kim bizə dəstək göstərə bilər və başladıq o adamlarla əlaqələr qurmağa. Deməli, Turanda biz mövsüm bilet eləmişdik. Avqustun 8-nə qədər 500 biletdən 300 satıldı. 60 manatdan 18 min vəsait ancaq oradan gəldi və birinci oyuna 12 min üzərində bir vəsait gəlmişdi bilet satışının. Düşünün ki, durduğunuz yerdə 30 min pul gəldi komandaya və o stakeholder, yəni o maraqlı tərəflərlə düzgün kommunikasiyanı qurmaqla klubun oyun geyimləri alındı, səfər xərcləri təmin olundu, onlar təlim-məşq toplanışına getdilər Türkiyəyə. Ya bu hələ o sponsorluq imzalanmasına qabaq olan məsələlərdir. Yəni layihəsini orada start verdik. Məsələn, Avtobus məsələsi. Məsələn, Yuska deyək də, Yuska məsələn Tovuzda yaxşı getdi, Kəpəzdə yaxşı getmədi, amma mən onu uğursuz saymazdım. Çünki biz ən azından o iyanə layihəsini orada yoxladıq. Biz başa düşdük ki, yəni bu kanal gəlir kanalı, potensial gəlir kanalı ola bilərmi, yoxsa ola bilməz. Yəni onu başa düşməyin özü belə. Yəni dünyada şirkətlər yoxlamasan bilməzsən. Yəni bu R&D deyirlər, research and development. Yəni bu analiz və inkişaf. Yəni dünyada şirkətlər milyonlarla pul xərcləyirlər bura. Biz elə bil ki, onun bir metodunu yoxladıq ki, yəni bu deməli bu bölgədə işlədi, bu bölgədə işləmədi. Yəni bu bölgədə biz başqa yollara baxaq, başqa necə gəlir əldə etmək olar. Məntiqlə elə ona görə də Tovuzda sponsor daha tez tapıldı, daha rahat tapıldı belə deyək. Biraz sponsor tapma məsələsi o yenə də o klubun düzdür, klub məhsul kimi formalaşsa bizə daha rahat olar. Məsələn bizim hazırda danışdığımız 2 ciddi bir şirkət var. Kimlər ki futbola gəlmək istəyirlər. Mən bu dəqiqə konkretləşdirə bilməmişəm ki, biz hansı klubu onlara təklif edir, nə üzərindən davam edirik. Hələ ki biz də belə baxırıq. Ya praktikada məsələn Tovuzda belə olurdu ki, biz birbaşa Tovuzun üzərindən müzakirə eləyirdik, amma məsələn biz İmişlinin üzərindən müzakirə eləmirdik. Bizdə orada Mingəçevirlə başlamışdı müzakirə, sonra Gəncəyə keçmişdi və sonda İmişlinin üzərindən. Yəni belə insanlar da olur ki, o sadəcə bu sahə maraqlıdır, istəyir bu sahəyə investisiya yatırsın və klubu ondan sonra müəyyən edirik. Mən faktiki bu dəqiqə o məhsul kimi formalaşmış klubların olmamağı da bir çətinlik yaradır ki, biz o investorları ora cəlb edə bilmirik. İnvestoru cəlb eləyə bilmədiyimizin səbəbləri nədəndir? Yəni əsas səbəblər hansılardır? Onlar başlayır. Səbəb nədir? İnfrastruktur ciddi problemdir. Ümumiyyətlə klubların böyük əksəriyyətinin stadionu yoxdur. İcarəyə götürürlər. İcarəyə götürdüklərində yəni böyük əksəriyyəti yaxşı vəziyyətdə deyil stadionlar. Yəni azından bizdə orada
tribunalar olmalıdır ki, insanlar heç olmasa biz dəvət edə bilək ki, oradan sonra bir maliyyə formalaşsın. Ümumiyyətlə, danışdığımız bu ciddi şirkətlərin birinci sualı olur ki, biznes modeli nədir bu klubun? Deyəndə ki, bu ancaq dövlətdən gələn dotasiya ilə dolanır, onlara qəribə gəlir ki, necə yəni bir sahə ancaq dotasiya ilə dolana bilərdi. Yəni başqa pul hardan qazanırıq? Mən olub ki, adamla oturmuşuq, ruçka kağız, qələm, vərəqlə oturubdu, belə qabağımdakı. Aha, siz nə qədər verirsiniz? Ha, bu qədər veririk. Başqa hardan var? Qalırsan belə, başqa hardan var? Gəlir yoxdur başqa. Başqa nə deyəsən? Yəni düzdür, futbol elə bir sahədir ki, heç bir ölkədə, yəni sən deyə bilmərsən ki, bu qədər investisiya edirsən və buradan geri dönüşün məsələn 3 ildən sonra olacaq və yaxud da ki break-evenə çıxasan, məsələn başa-başa gələcəksən 3 ildən sonra. Bu mümkün deyil. Bu bəllidir, amma digər tərəfdən də heç olmasa nəsə bir gəlir kanalı da olmalıdır. Bu ancaq bundan asılı olmalı deyil. Ancaq bir nəfərdən. Sıfıra çıxma məsələsi deyəndə elə Qarabağın misalını götürək. Qarabağ indi son 1-2 ildə, bir neçə ildə ən azı xərci borcunu ödəməyə başlayıbdı. Və digər hamı da elə bilir ki, elə bu həmişə belə olub. Belə deyil. Qarabağ 20 ildir, 15 ildir bu sistemi qurublar, maliyyə yatırılıb, ildə özdə yəni yetərincə ciddi məbləğ yatırılıbdı və onu təmənnasız yatırılıbdı. İndi müəyyən bir formalaşıb. İndi onlarda məsələn biznes modeli o qədər də uyğunluq mən hesab eləmirəm, o yaxşı formalaşıb, amma ən azından heç olmasa bu işin futbol tərəfi ilə, yəni futbol tərəfi ilə bu işi kompensasiya ilə gedirlər, çıxırlar Çempionlar Liqasına və yaxud da ki Avropa Liqasında hansısa bir mərhələyə qədər gedirlər Konfrans Liqasında və maliyyə ən azından xərci borcudur, amma hər kəs meydanda qalib gələ bilməz. Axı bu işi Çempionlar Liqasında mən etiraf eləyək ki, Azərbaycanın yəni kiminsə gedib Çempionlar Liqasında, Qarabağ bir dəfə getdi, biz indi əmin də deyilik ki, ikinci dəfə də gedəcək, üçüncü dəfə də gedəcək və yaxud digərlər. Məsələn, Sabah qalib gələcək, çempion olacaq, biz əmin deyilik ki, çıxacaq. Heç də bütün klublar idman tərəfi ilə, futbol tərəfi ilə uğur qazana bilməzlər. Onu birinci ora qədər gətirmək lazımdır. Onu gətirənə qədər də müəyyən proseslər getməlidir. Yəni ona görə də biz o nə lazımdır, nə lazım deyil, onu müzakirə etməliyik. Birincisi necə olmalıdır. Yenə də klassik sual vereyim. Regionlarda vizyonsuzluğu başa düşdüm. Vizyonsuzluq ola bilər klublara. Amma region futbolunun bu sualı mən də niyə sizə verdiyimi deyim, əslində girişini qeyd edeyim ki, bizdə regionda klubları çıxmaq şərtilə region futbol federasiyalarını falan, yəni işlək qurum yoxdur. Yəni elə futbol federasiyaları var ki, regional futbol federasiyaları bir dənə möhürdən ibarətdir. Ofislərdir. Bəlkə də son vaxtlar bəlkə bəzilərinin ofisi də ola bilər. Bu da simvolik bir şeydir. Onların təcrübəsini öyrənməklə mən və yaxud biz hər hansı bir informasiya əldə edə bilməyəcəyik. Niyə sizə deyirəm? Mən ən azından gördüyüm qədərinə, izlədiyim qədərinə siz regionların demək olar ki, hamısında mütəmadi olaraq olursunuz. Bəlkə də bu barədə danışdınız, amma region futbolunun əsas inkişaf eləməsinin əsas səbəbi nədir? İndi o regional federasiyalar qeyd edirlər, biraz olan sahələri başqadır. Düz biz o qədər də elə fəaliyyətimizdə kəsişmir. Mən düşünürəm ki, daha çox orada onlar texniki tərəf, idman tərəfinə baxırlar, yarışların təşkili və s. Bu sahəyə baxırlar. Bizim fond hardasa bir futbolumuzdan bir boşluğu doldurdu ki, klubların o inkişaf tərəfində, sırf klub futbolunun inkişaf tərəfinə biz dəstək oluruq. Problem nədə görürəm? Açıq, mən bir problem görmürəm. Yəni biz düşünürəm ki, istəsək və bunun üzərində işləsək bizdə mümkündür. Yəni biz düzdür, məsələn, İngiltərə futbolu filan bunlardan klub baxımından çox geridəyik, amma onların modelləri də elə bir günə formalaşmayıb ki, onlar da yəni illərlə və onun başında da həmişə bu bir o community, bir icmanın formalaşması durur. Yəni biz bölgələrdə zaten belə sorğular da eləyirik. O bölgənin əhalisinin sayına uyğun olaraq respondentlər seçib belə üzbəüz sorğular da olur və yəni orada əsas nəyə baxırıq biz? Məlumatlıq nə qədərdir? Kim bilir ki, bu bölgənin təmsilçisi var. Yüksək faiz olan bölgələr var, amma sonra gedişatda görürük ki, davamı olaraq da, məsələn, oyunçularını tanıyırsınızmı, hansı oyunçuları tanıyırsınız, oyunlara gedirsiniz və s. Orada artıq faiz aşağı düşür. Məsələn, bəzi bölgələr var ki, onlara ənənə var. Məsələn, Gəncələr hamısı bilir ki, Kəpəz onların təmsilçisidir, amma heç də hamısı bilmir ki, bunun oyunları nə vaxt olur və yaxud da ki, oyunçular kimdir, vəziyyət nədir, indi hansı liqada oynayır. Biz onun nümunəsini gördük. Kəpəz öz evində oynayanda orada stadionda qəzalı vəziyyətdə idi bəzi tribunalar. Onlara deyəsən 3000 yer
icazə vermişdilər. Bəli. Bilet satışına yəni cəmi 500-600 bilet satılırdı. Biraz dolurdu, biraz artıq dolurdan 500-600 satılırdı və o biraz o mifi sındırdı ki, bizim o düşündüyümüz ki, Kəpəz o çox minli belə söz deyilir, Kəpəz azarkeşi əslində bir mif imiş də biz onu görmədik reallıqda. Bəli, razıyam. Mən onu görürəm harda görürəm sosial mediada. Məsələn indi bu hissəni kəsin qoyun. Sosial görün altına nə qədər komment gələcək, amma reallıqda ki, məsələn 100K layihəsində gördük ki, yəni aktivlik yoxdur və yaxud da oyunda gördük. Amma mən onları qınamıram. Burada problem odur ki, klub onlarla işləməlidir. Yəni klubun gərək bir aktiv fəaliyyəti olsun ki, o insanlara ən azından bir toxuna bilsin. Hər birinə hansısa formada, kiməsə sosial mediadan çatsın, kiməsə meydançaya dəvət edə bilsin, orada oyununu göstərsin, ayrı görüşlər keçirilsin, müxtəlif kateqoriyada insanlarla əlaqələr qurulsun. Düşünürəm problem kökü budur. Yəni birinci klub ən azından öz bölgəsinə özünü qəbullandırmalıdır. Məsələn Şəmkirdə indi klub var, bu bizim bildiyimiz Şəmkir deyil. Məsələn Turan odur, Kəpəz odur hazırda da, yəni və bu bir neçə ildir Premyer Liqada olmaqlarda kömək eləyib. Aksafada biz küçə sorğusu elədik, insanlar bilmir, tanımır. Aksafada və uzun müddətli futbol olmadığına görə bir futbol izləmə ənənəsi də yoxdur. Yəni biz orada bir oyunda bilet satışı oldu, nəsə azarkeşlər gəldi, hardasa bir 200-300 nəfər var. Hamı sakit durub da. Bizim əməkdaşlara dedim ki, gedin bir uşaqlara deyin ki, Aksafa qışqırsınlar. Belə utanırlar qışqırmağa ki, elə bir ki, o yaddan çıxıbdır o futbol. Tovuzdan mı izləyirsən, baxırsan ki, bir dalğa var da. İnsanlar hamısı belə baxır, izləyir, o təhlükəli anları sezirlər, nəsə bir Hakimə təzyiq eləməyin vaxtın, yerin bilirlər, lazım. Onda rəqibə təzyiq eləməyi bilirlər. Lazımdır, o tərəfi bilirəm. Amma O yəni da onun bir hissəsidir. Onlar yəni yaşayırlar da, onu görürlər. Yəni bəzi bölgələrdə bir çoxunda biz birinci onun üzərinə düşməliyik ki, o bölgə o klubu tanısın, qəbullansın. Yavaş-yavaş onlar dəvət eləyək, stadionlara gəlsinlər. Sponsor o bilmək olmur, yəni hansı anda gəlir, necə gəlir. Ola bilər ki, həmin bölgədən kimisə cəlb eləyə bilərik. Ola bilər ki, başqa bir şirkət olar. Bizdə olur da belə şirkətlər. Məsələn, danışdığımız şirkət var ki, məsələn bizə dedi ki, mənə Şəki və Quba maraqlıdır. Və orada mən indi öz bazara girirəm də həmin hissələrdə və biz artıq o məhsul üzərindən təqdim edirik. Belə də olur. Amma həmin o klub bir formalaşmayanda orada, yəni bir azarkeş bazasını yığmayanda klub düşünür, mənim həmin şirkətin loqosu mənim yaxamda yaxşı görsənər, amma qarşı tərəfə bu nə verir, onu düşünmür. Biz bir dəfə bizim bir seminar var idi, elə bu mövzularda. Orada bir tapşırıq vermişdik, qrup tapşırığı ki, bölgənizdə bir supermarket açıldı və adı da var idi ki, filan supermarket filan rayonda açılıbdır. Onu necə cəlb edərsiniz? Və orada təqdimat hazırladılar ki, bu loqosu burada yaxşı görsənər və s. Biraz analiz edəndə gördük ki, o supermarketə gələn insanların sayı o kluba gələn insanların sayından qat-qat artıqdır. Yəni gündəlik sayı bəlkə də onun illik sayını vurur, o tərəfə çıxır. Yəni o tərəfini düşünməliyik ki, biz sponsor deyirik, artıq o bizim bir bu imzaladığımız sponsorlardan biri də bəyənmir o sözü, deyir ki, biz investor istifadə eləməliyik. Məncə düz deyir ki, o gələn adam, yəni o əvvəlki dövrlər deyil, o asan pullar deyil ki, gətirim o pulu mən bura yatırım. İnsanlar əziyyət çəkir, pul qazanır və o bunun qarşılığında nəsə almalıdır. Maddi bir şey almasa belə, mütləq ki, o qeyri-maddi nəsə almalıdır. Yəni bu sevgi ilə davam edə bilməz. Bu 1 il gedər, 2 il gedər. O mütləq orada bir motiv formalaşmalıdır ki, bu buradan nə əldə edir. Yəni mən onun misalını necə o məqama toxunmamız yaxşı oldu. Biz elə fikirləşirik ki, məsələn Qarabağdan misal göstərirəm. Biz Qarabağdan fikirləşirik ki, elə UEFA-dan alır pulu və yaxud Çempionlar Liqasından gəlir, stadionda bilet satırsan filan. Mən düşünürəm ki, o pul hələ də o pul məsələsi, yəni o qədərdir. Məsələn bir Azərsun kimi şirkətin oradan qazanacağı misal üçün borcu xərci çıxandan sonra ortaya qalan 3-5 milyon mən düşünmürəm ki, o elə bir fantastik bir rəqəmdir ki, o məsələn mən düşünürəm ki, ən adi bir şey. Sənin VIP-ndə, Çempionlar Liqasının maçında VIP-ndə oturmaq istəyən şəxslər, açıq danışadır, məsələn, hər hansı bir nazirdir və yaxud da ki, hər hansı bir böyük bir vəzifət tutan şəxslərdir. Onlar orada VIP-də oturub futbolu izləmək istəyirlər. Və bilirik ki, o VIP-də oturmaq üçün əməli başlı mübarizədir. Yəni hər adam orada o VIP-ni alır. Baxmayaraq ki, onun qiyməti misal üçün deyək ki, 5 manatsa, o 5 manatı vermək istəyən 20 nəfər var, və yaxud da 100 nəfər var. O adamlarına cəlb eləyərək, sabahsı gün hər hansı bir misal üçün bir problemin olanda, hər hansı bir şeydə, onlar sənin
Elə bir ki, VIP-də oturanda, VIP-də oturub ondan istifadə edəndə, sən o VIP-nin pulu simvolik bir rəqəm görsənir onlarda, onlar üçün və yaxud da ki, hər hansı bir şirkət üçün. Sən onunla əlaqələr əldə edirsən, münasibətlər qurulur və o münasibətlərdən istifadə edə bilirsən hər hansı bir işində və yaxud da ki, hər hansı bir məsələn şirkətin hər hansı bir problemini həll etmək baxımından olanda. Yəni o baxımdan da bu əlaqələrin qurulması baxımından mən düşünürəm ki, bunu bir case kimi istifadə etmək olar. Yəni Şəkidə, Qubada deyirsiniz, orada da məsələn hər hansı bir marketin burada logosu olanda, yəni market onsuz da o mağazinə, o market onsuz da gəlirlər də. O market klub vasitəsilə daha yuxarı çıxa bilərmi? Qlobala çıxa bilərmi? Qlobalda çıxacağı halda hansı geri dönüş eləyəcək? Onu fikirləşməli. Şərt deyil qlobal, yəni başqa hansısa biznes marağını qarşılaya bilər. Demək, Qarabağ vurğuladınız. Baxın, Qarabağ artıq bir biznes modeli var. Yəni Qarabağ bu Avroliqalardan gələn vəsait var və transferlərdən gələn vəsait var. Bilet satışından da gələn vəsait var. Biz deyə bilərik məsələn ki, Qarabağda bu sahədən də pul qazana bilər, başqa sahədən də qazana bilər, amma Qarabağ indi ən azından özünün bir vizyonu var, bir mövqeyi ortaya qoyubdur və bu mövqeyin də uğurlu olduğunu sübut eləyibdir. Yəni Qarabağ biz o vaxt müzakirə eləyirik ki, bizdə Qarabağ kimi belə klublar formalaşır və görərik ki, hə bu daha artıq klublaşıbdır, daha fərqli kanallardan vəsait əldə edir. Yəni Qarabağ ən azından o modelin birini tətbiq eləyir. Və onu da düz dediniz ki, şərt deyil ki, yəni bütün klublar Qarabağ ola bilməsi, heç də hamı ancaq texniki tərəfindən, idman tərəfindən güclənim, qələbə qazanım və maliyyəmi onunla formalaşdırım. Fərqli vizyonlar da ola bilər. Yəni bölgə komandası ümumiyyətlə düşünürəm ki, o qələbə üzərində qurmamalıdır. Yəni o əlaqələr də çox düz vurğuladınız, o çox önəmlidir. Yəni ən önəmlisidir bəlkə də regionda. Yəni birinci o müxtəlif kateqoriyadan olan insanların istər icra orqanlarıdır, istər yeri sahibkarlarıdır, istər fərqli adamlar ola bilər. Bölgədən də hansısa başqa bir məsələsinin həllində kömək eləyə bilər. Yəni bir kluba mən niyə sponsorluq eləməliyəm? Məsələn Şəkidə məsələn misal üçün deyirəm. Məsələn mən Şəkinin icra hakimiyyətinin başçısına bir çıxışım yoxdursa hər hansı bir formada, klubum varsa, klubun vasitəsilə çıxışım daha rahat ola bilər. Yəni bu ən adi yoldur da. Mən ən sadə yol kimi düşünürəm belədir. İndi icra hakimlərinə çıxış o əvvəlki kimi deyil. Yəni çox rahatdır. Biz indi bölgələrdə işləyirik deyə, yəni məncə o elə çətin problem deyil artıq. Ən azından klub olaraq çıxa bilərsən, o hər hansı bir tender ola bilər. Amma düz deyirsiniz də, yəni o klub özü də bir biznes əlaqələrinin formalaşması üçün də önəmli bir amildir. Yəni bizim hazırki bu da bizim belə deyək, investorlardan müzakirələr eləyirik biz daim ki, yəni ümumiyyətlə nə görürsən, yəni bu əldə olunan nələrdir? Təbii ki, media deyilən var, deyilməyən var. Ayrıca danışdığımız məsələlər var. Yəni bunlar hamısı vurğulanan biznes əlaqələrin formalaşmasıdır. Yəni bizdə bölgə olub ki, biz orada biznes klub formatı var. Belə deyək də, o tək sponsor deyil. Bölgədə olan sahibkarlar müəyyən fiks bir məbləğ olur, o qədər ödəyirlər, müəyyən imtiyazlar alırlar qarşılığında. O amçam variantıdır da, onu variant kiçik modeli kimi bir şeydir, elə bir. Təxminən belə bir qurumlar var ölkədə, o biznesləri birləşdirən. Biz belə deyək də bölgədən olan müəyyən sayda bir sahibkarları bir yerə toplayırıq. O bizim üçün bir platformadır ki, biz onların daim ünsiyyətdə ola bilir. Yəni adətən necədir? Məsələn, bir şirkətə getdin, müəyyən bir danışığa görə sponsorluq danışığı deyək də. Bir dəfə getdin, iki dəfə getdin, alınmadı, bu kontakt kəsilir də burada. Amma o platforma bizə niyə yaxşıdır? Orada vəsait böyük vəsait ödəmirlər, müəyyən imtiyaz əldə edirlər və o platforma vasitəsilə biz onları daim toplaya bilirik bir yerə. Klubun problemlərini daxilindən görürlər və özləri də başa düşürlər ki, başqa nə eləmək olar. Bizdə məsələn Zaqatalanın o sponsorluğun imzalanması biznes klubla başladı. Yəni insan birinci biznes kluba gəldi, daxildə görəndən sonra məsələləri o özünün təşəbbüsündən ki, mən istəyirəm əlavə investisiya yatırmaq. Amma o biznes əlaqələri də önəmlidir. Bizdə praktikada olub ki, o biznes klubda 2 nəfər tanış olubdur bir-birindən. Eyni bölgədəndirlər, amma bir-birini tanımırdı. Orada tanış olublar və müəyyən bir iş də görüblər. O baxımdan futbol ümumiyyətlə platforma olaraq yaxşı platformadır. Biz onu bacara bilsək, onun ətrafında bölgədən olan birinci bölgədən başlayırıq. O müxtəlif kateqoriyadan insanları, müxtəlif qrupdan sahibkarlar və s. bunları hamısını onun ətrafına yığa bilsəm, düşünürəm ki, o problemin ilk həll yolu odur, oradan start vermək. Nə təklif edirsiniz klubu investorlara ki, məsələn, sən bu pulu bura yatırsan nə olacaq? Nə əldə edəcəksən? Açığı biz təklif eləmirik və biraz
ümumiyyətlə klublarımızın sponsorluqla bağlı yanaşmalarını bəyənmirik və deyirik ki, onlarla danışırıq həmişə mütəmadi olaraq. Çünki biz futbolda biz sponsorluq təklifində, təklif paketini satmağa çalışırıq. Amma o sponsorluq dövrü birincisi keçib, yəni dünyada elə deyil. İkincisi də bizim ölkə futbol marka dəyəri o qədər deyil ki, yatırılan pula marketinq geri dönüşü əldə eləsin və onunla onu kompensasiya eləsin. Və biz burada ona görə fərqli motivlərə baxmalıyıq. Ki bizim bu praktikada müəyyənləşdirmiş motivlərimiz var ki, buna görə gəlir. Məsələn, bölgəyə sevgi birinci amildir də. Biz ya bölgədən olan insan və yaxud da ki, orada qazanan şirkətə birinci gedirik. Amma o motivlə də tam davam eləmək olmur da gedişatda. Və təklif nədir? Biz əsas birinci çalışırıq ki, qarşıdakı insan tam başa düşsün ki, bu sahə nədir. Və bizim sponsorluq danışıqları, investor danışıqları, Kamran Eyübovdur bu arada o söz deyən ki, investor demək lazımdır. Yəni, o düzəldim, yəni doğru fikir düşünürəm. İnvestor danışıqları bizdə uzun çəkir. Və hətta onu uzadan tərəf daha çox biz oluruq. Ki, tələsmə, hələ baxaq. Yəni, başdan biraz o stres var idi. Bu fond yaranıb, neynir, bir dənə sponsor gətirmədi filan. Amma fikir formalaşmışdı. Bəli, amma gedişatda biz gördük ki, yəni tələsməkdənsə biz danışıqlarımızı aparaq, işimizi görə və biz o tam imkanları açandan sonra, qarşıdakı tərəf tam başa düşəndən sonra dayanıqlı bir investisiya müqavilələri belə deyim də imzalaya bilərik və çalışırıq ki, biz qarşıdakı adam özü müəyyən eləsin ki, onun burada faydası nədir. Yəni mən nə qədər də bu sahədə praktikam var indi, 11 il AFFA-da çalışmışam bu sahə üzrə, 4 il buradayam. Heç bir məsələn tikinti şirkətini və yaxud da FMCG sahəsində retaildə olan bir şirkətin sahibindən daha yaxşı bilə bilmərəm ki, bu sahə ona nə fayda verə bilər. Ona görə bizim işimiz əsas odur ki, biz o bütün imkanları göstərək, hər şey açıq, şəffaf şəkildə qarşı tərəf görsün və ondan sonra artıq o özü müəyyən eləsin ki, mənim burada faydam nədir və davam eləməyə dəyər yoxsa yox. Sadəcə qulaq asıram bayaqda. Mənim maraqlı bir neçə sualım mən də yarandı, açıqını deyim. İlk əvvəl o deyim ki, yəni futbol inkişaf fonu yarananda tənqidlər çox idi. Yəni mən özümü tənqid eləmişəm, az tənqid eləməmişəm. Bəzən ki, burada nə iş görürlər falan. Amma sonra bir zaman keçdikcə bir bayaq Cananla danışırdıq ki, həqiqətən də gördük yox. Yəni deyək ki, Tural Piriyev bu gün bu rayondadır, sabah rayona gedir, görüşür icraçılarla falan. Demək nəsə bir fəaliyyət varsa bunu işıqlandırmaq lazımdır. Amma mən belə başa düşdüm ki, sizin fəaliyyətiniz tək klublara sponsor cəlb etməkdən yox, həm də o qeyd etdiyiniz digər marketinq məsələləri var da, bilet satışı və sair və ilə həm də bu yöndə onları maarifləndirməkdəndir. Yoxsa sırf əsas işi sponsor cəlb etməkdir ki, digərləri sadəcə kömək istədindən əvvəl bunu dəqiqləşdirim. Siz kömək kimi təklif edirsiniz. Yoxsa hər ikisi sizin prioritet sahənidir. Çox yaxşı sualdır. Əslində biz heç vaxt istəməmişik ki, bizim qurum sponsor cəlb edən qurum kimi yadda qalsın. İndi populyar mövzular var da. Yəni bəzi mövzular sən bir sahədə o qədər iş görə bilərsən. Bu tərəfdən başqa bir populyar. Yəni biz yadda qaldıq birinci Toronto Ovusun sponsorluğunun imzalanması, daha sonra İmişli, Mingəçevir, Zaqatala, Qusar və s. Bunlar daha çox yadda qalır, amma bizim o dediyim kimi, o başda dedim tarixdə bizdə problem nədə olubdu. Biz yalnız sponsorluğa köklənməklə eyni problemə gedirik də. Yəni nə fərqi var? Əvvəlki sponsor və yaxud da ki, indiki adını qoyaq investor. Yəni əgər onun əlavə bir gəlir kanalı formalaşmırsa, onun üzərinə düşən yük ən azından azalmırsa, yəni də biz eyni vəziyyətdə qayıtmış oluruq. O baxımdan bizim əsas işimiz klublara o dayanıqlı inkişaf yolunu seçməkdə kömək eləmək, dayanıqlı maliyyə kanalları formalaşdırmaq əsas bundan ibarətdir. Aydın. Və dediniz bir də mütəxəssis çatışmır. Sizcə bunun səbəbi nədir? Məsələn, deyək bir marketinq yaxşı bacaran bir şəxs var, deyək ki, xaricdə oxuyub, gəlib bu sahəni bilir, futbolla da marağı var. Sadəcə futboldakı bu təqdim olunan maliyyə onu deyək ki, sərfləmir. Deyək ki, adam gedib, məsələn, BIP-də işləsə deyək 10.000 qazanacaq, gəlir futbolda fikirləşir, mən nə qədər qazana bilərəm, bütün bilimi, bacarığımı qoya bilərəm bu sahəyə. Bunda təsiri varmı? Yəni yetərli qədər o maliyyənin olmamağı o mütəxəssisləri biraz deyək bu sahəyə yönləndirmir də. Futbol yox, deyək başqa sahədə o biliyin, bacarığını sərf eləyir. Onun əlbəttə təsiri var, amma indi hamı da gedib BIP-də işləmir ki, və yaxud da ki, elə biz belə top mütəxəssis axtarmırıq ki, yəni bu sahədə oxuyan insanlar var, yəni birincisi futbolumuz hələ də o qədər də belə populyar iş yeri deyil, amma digər tərəfdən də həmişə bir skeptik yanaşma olub. Mən dünən LinkedIn-də bir paylaşım gördüm. Bir klub, İngiltərənin bir klubu, Championship-də bir klub yazıb ki,
managing direktor, icraçı direktor axtarırlar da. Siz ümumiyyətlə nə vaxtsa görmüsünüz bizim hansısa klubumuz rəhbər vəzifə axtarsın kimisə. Bizdə orada bir qapalı bir bazardır belə deyim də. Yəni burada ancaq yəni bu adam özləridir. Və heç bir elə adamlar var ki, məsələn, futbol çox gözəl bilə bilərsən, yəni texniki tərəfini çox gözəl bilə bilərsən, amma sən deməyin ki, yox məndən yaxşı idarə edə bilməz heç kim bunu. Bu biraz düzgün yanaşma deyil. Düşünürəm ki, o problemin əsas səbəblərindən biri də budur. Digər tərəfdən də onu da qeyd elədim. Maliyyə çatışmazlığı var, amma legionerə pul tapırıq. Yəni legioner cəlb edir. Birinci liqada ümumiyyətlə niyə bu qədər klubların hamısında legioner olmalıdır? Deyim ki, hə pul qazanırlar oradan eləyirlər və yaxud da ki, əlavə maliyyə var. Dövlətdən gələn pulu götürüb legioner gətirirlər. Heç nə. İldən ilə maaşlar qalxır, inflyasiya formalaşır. Gələn də gəlirlər ki, bu pul azdır, bu pul çatmır, dövlət proqramı, bu AFFA-dan gələn dəstək artırılmalıdır. Yəni məsələnin yəni problemi bunda görürlər. Bu tərəfdən baxanda. Yəni düşünürəm ki, məsələnin mahiyyətini bilmirlər. Məsələn, futbolu, media və market. Siz bayaq kifayət qədər danışdınız və onun müəyyən sözlər var ki, siz bu sahəyə aiddir. Onu gedib deyək hansısa bir bölgədə şəxsə desən, o ümumiyyətlə dərk eləməyəcək bu nə deməkdir? Bəlkə o sahəni tam bilmirlər. Mənim ola bilər ki, məndə o problem mənlə bağlı ola bilər ki, bəzi terminlər çalışım eləməyən adi bir şeydir də. İndi o stakeholder management dedim də. Bu nədir? Bu maraqlı tərəflərin xəritəsidir də. Biz orada nə edirik? Biz orada bir 9 balıq şkala belədir, güc. 9 balıq şkala da belədir, maraq. Və deyir ki, məsələn də deyək ki, azarkeşin. Sən azarkeşin gücü nə qədərdir? Deyək ki, 9 bal üzərindən deyək ki, 3. Marağı nə qədər? Deyək ki, 6. Bunu qururuq bu şeyləri. Qurandan sonra onu bir 4 yerə bölürsən. Bu sağdakı kvadrat ən vacib sahən olur. Soldakı ikinci vacib sahən olur və başlayırsan o adamlarla danışmağa. Bizim Turanda və Qusarda birinci gördüyümüz işlər bu oldu. Bu iki klubun ilk xilası bundan başlayıbdı. Daha ondan sonra gəlib ki, o məhsul formalaşıbdı, ondan sonra investor gəlibdi. Sadəcə biz o seminarlar olur da, yəni bu şeyləri danışırıq, qrup tapşırıqları olur. Dəfələrlə bizim seminarlarımız olur, regionda olubdu, Bakıda olubdu. Mən görməmişəm ki, hansısa klubumuz məsələn o stakeholder xəritəsindən deyir, sonra istifadə eləsin. Orada baxırıq, tapşırıqları eləyirik, amma insanlar yəni skeptiklik var da. Bilirsiniz, bölgəyə gedəndə sizə bir şeyin alınmamasından bağlı 100 dənə səbəb deyilir və qulaq asırsan, deyirsən ki, düz deyir də adam da. Yəni bu alınmır, amma o həll yolu nədir? Onu yoxlayan varmı? Əsas problemimiz budur. Biz məsələn yoxlayırlar, deyirlər ki, bunu yoxlamışam, o 3-cü, 4-cünü yoxlamırlar. Yoxlamırlar. Nə dərəcədə yoxlayırlar? Məsələn deyirəm ki, tutaq ki də sponsorluq deyirlər də, falan kəs və falan deyim, danışmısınız mı? Hə, söz göndərmişik. Söz göndərmişik nədir? Yəni bu belə bir şey olur, söz göndərmişik. Bizim danışıqlar necə olur? Yəni o bir dəfə getdin, birinci görüşün məqsədi odur ki, ikinci görüş alasan. İkinci görüşün məqsədi odur, üçüncü görüş alasan. Üçüncü məqsədi odur, dördüncü görüş alasan. Bu əlaqə formalaşsın, ən azı bir kommunikasiya. Tez və birdən istəyirik də onu. Elə olmur da, yəni elə baş. Məhsul yoxdur axı ortada. Yəni hansı məhsuldan söhbət gedir? Bu Qarabağ klubu deyil də hamısı. Məsələn, Şəki klubu Qarabağ deyil. Və yaxud Şəkinin adını çəkirəm, başqa Quba deyim, Zaqatala deyim. Bunlar heç bir axı Qarabağ deyil, bu məhsul deyil, ortada bir şey yoxdur. Bu birinci bizim ancaq deyəcəyimiz odur ki, sağ olsun filan kəs fədakar insandır, gəldi bu bölgəyə dəstək göstərir. Əgər biz bu sözü deyiriksə, deməli məhsulumuz yoxdur da ortada. Yəni biz o məhsulun üzərində işləməliyik. Mən maraqlıdır ki, həqiqətən əslində düzgündür. İşte orada forma satışı, azarkeşdən gələn bilet satışı, bunlar da mənim normal vəsait gətirə bilər. Məsələn, mənim maraqlıdır, sizdən soruşmaq istəyirəm. Qəbələ klubu, infrastrukturu var, uzun illərdə görürük ki, yəni yüksək yerlərdə oynayıb, hətta 2 dəfə qruplarda oynayıb. Amma bu klub həmişə sosial mediada müzakirə olunur ki, azarkeş yığa bilmir. Niyə? Oyun olan dövrdə azarkeş yığa bilmir. Sizdə Qəbələnin problemi nədir? Ümumiyyətlə, məsələn, bilet də satmında səhv eləmirəm. Ümumiyyətlə, pulsuz olur gəlmir. Yəni orada bax nə etmək olar ki, o bölgənin insanlarını ona cəlb etmək lazım. Yoxsa ümumiyyətlə o bölgə deyil, futbol bölgəsi deyil, yanlış yerə investisiya qoyulub. Bu da maraqlı fikirdir. Ya açığı Qəbələ ilə çox yaxından işləmək bir imkanımız olmayıbdı. Bu da onlarla bağlı məsələ deyil, daha çox bizlə bağlıdır. Çünki yarandığımız dövrdən elə olub ki, həmişə bir 4-5 bölgədə nəsə bir yanğın vardı. Yəni biz ancaq yanğından yanğına da gedək ora. Bura dağılır, bunun investoru getdi, burada problem var. Ancaq belə qaçırıq deyə və əlimizdə o resurslar da o imkan vermir ki, yəni daim hamı ilə aktiv işləyək. Amma yenə də danışıqlarımız olubdu. Yəni Səməd bəy əvvəl orada çalışıbdı, onunla danışıb, Səbəb bəylə danışıqlarımız olubdu.
Yəni onların dediyi odur ki, yəni biz hər şeyi yoxlamışıq. Hə, ola deyirlər, Alınmır. Yəni mən bununla razılaşa bilmərəm ki, alınmır. Alınmır, hə. Yəqin ki, bir yolu var. Ola bilər indi bölgənin xüsusiyyətləri fərqlidir. Bir bölgədə edilən bir şey başqa bir bölgədə ola bilməz. İndi ola bilər ki, Tovuzdakı kimi onlarda yoxdur. Onlar gəlmirlər. Amma məsələn Şəmkir axı özü də bir futbol bölgəsi olmayıbdı. Orada da gəlib yaradılıbdı sonradan. Və yaxud da ki, Tovuzun üstünlüyü nədir? 92-ci ildə birinci rəsmi klub orada yaranıb. Düz tarixi də var, amma indi müharibə dövrünə düşübdü. Biraz o həssas məqamlar futbolla bağlanıbdı. İnsanlarda müəyyən bir bağ formalaşıbdı. İndi yəqin ki, Qəbələdə də onun bir həll yolu var. O zaman ikinci bir klulla bağlı bir sual verim. Nəyə görə? Çünki klubun rəhbərindən bildiyim qədərilə yaxın dostlar Rəfiyevlə. Məsələn, o Sumqayıt futbol şəhəridir, amma orada bu günə qədər hələ bir fan shop yoxdur. Məsələn, zaman-zaman da müzakirə olunur. Bəs bir futbol şəhərində fan shopun olmaması və siz futbol inkişaf fondu həm də bir dostluq kimi bir müzakirə eləmisiniz. Səbəb nədir? Çünki o da müəyyən gəlir gətirir, forma satışı. Sözün açığı, yəni Riyad Rəfiyev bizdən çox inciyir ki, biz onlara dəstək göstərmirik. Biz daha çox bölgə klubları köklənmişik və Sumqayıtı da elə Bakı Sumqayıt belə birləşdirib. Yəni onlarla bir aktiv fəaliyyətimiz olmayıbdı. Bildiyim qədər onlarda bir Sumqayıtda bir mağazada bir korner kimi bir şey. Marketin içində var belə qayaldır. Yox, şeydə idi. Elektronika mağazası idi orada bir kontaktımda yığışdırıldı. Yığışdırıldı. Yığışdırıldı yoxdur artıq. Amma yəni maraqlı şəhərdir. Yəni orada infrastrukturları da çox yaxşıdır. İnanıram orada yaxşı işlər görmək olar. Və bildiyim qədər azarkeşlər gəlir. Sizin statuslardan daha çox mən görürəm ki, yəni mənə həmişə deyirlər ki, bir forma tapa bilmirik falan. Mən də məsələ qaldırmışam dəfələrlə. Sadəcə siz də bu məsələ ilə bağlı kullanılır işləyirsiniz. Dedim bəlkə bir bizim bilmədiyimiz hansı bir problem var. Bəlkə bir daxili bilmirəm, mətbəxi bilmirəm. Elə yaxından yəni incidikləri mövzudur deyiblər, yəni biz də demişik. Yəni futbol şəhərində bu fan shop yoxdur. Biz bayaq gəlirdən danışırıq. Gəlirin bir sahəsidir, forma satışı, şərh satışı. Yəni bu olmamağı, yəni mən dediyim kimi bəzən futbol şəhərində bu problemlər yaşanır ona görə. Futbol şəhəri demişkən, Lənkəran. Yəni bu məsələni biz sonra danışmalıyıq. Bunun təbii ki, bunun futbolun inkişaf fondundan və yaxud da hər hansı bir qurumdan asılı olmayan səbəbləri də var təbii ki. Yəni bunun başqa bir səbəbləri də var. Xəzər Lənkəran olub Lənkəranda, amma başa düşdük. Mübariz Məsimov kənardadır, o maliyyə yatırmır. Başa düşdük. Niyə Lənkəranda o zonada ikinci elə bir klub yaranmır? Futbola maraq 100% var. Bilet almağı Lənkəranlar ilə belə formalaşdırıblar ki, özdə səfər oyunlarına da gəliblər, özdə ən sadə pulu olmayan adamın, hətta onun vardı hekayə var ki, adicə bir arabaçı belə 1 manatını qırağa qoymuş ki, mən bu gün Lənkəran maçına gedəcəm. Orada o infrastruktur, o şərait var. Niyə orada klub yoxdur? Yəni bizim açıq işimiz o klub yaratmaq deyil. Biz yaranan klublara təbii ki, dəstək verirsiniz. Dəstək göstəririk. Yəni təbii ki, bizim üçün heç bir bölgənin fərqi yoxdur. Yəni açıq da deyim, elə bir tapşırıqmı ki, yox bu bölgəyə dəyməyin, burada iş görməyin, burada işləyin, elə bir şey yoxdur. O bölgədən Lerik var idi. Yəni biz çox çalışdıq. İcra başçısı da çox istəkli idi, çox dəstək göstərmək istəyirdi. Sadəcə orada problem var idi. Yəni o Lənkəranda oynayırdılar. Lerik Lənkəranda düzdür yaxın məsafə sayıla bilər, amma bəzən orada saat yarımdır. Oradan yolu da yaxşı deyil. Yəni yol nəzərə alaraq yəni saat yarım ancaq gedib çıxmaq olur ora. Yəni biz orada cəhd elədik, yeri sahibkarlarla da cəhd elədik, azarkeşlər toplamaq. Orada çətin oldu. Yəni Lerikdə onu elə bilmədik, amma nə vaxtsa Lənkəranın təmsilçisi, yəni ən azından bir ikinci liqaya yüksəlsə, bizə fərqi yoxdur. Yəni biz hansı bölgədə o fərq eləmir. İkinci liqaya gəlsə bizim üçün də daha maraqlıdır. Yəni perspektivli bölgələrin yəni işləri bizim işimizdə yaxşı gedər. Yəni klub olsun ki, siz gəlib danışasınız. Klub olmalıdır. Yəni o bizim tam sahə deyil də. Yəni biz çünki artıq yəni idman prinsipləri də formalaşıbdı. Region liqasında da yaxşı komandalar var, istəkli insanlar var. Yəni Lənkəran təmsilçisi bildiyim qədər Lənkəran təmsilçisi 8-də 4-də 1-ə çıxıb artıq region liqasında. 4-də 1 oyunlar olur. 4-də 1 oyunlar. Yəni mən belə başa düşdüm ki, siz ancaq region liqası yox da, yəni ki, yoxsa Premyer Liqa 1-ci liqa, 2-ci, yoxsa region liqası da istiqamət götürür. Başda necə idi? Biz Premyer Liqa ilə başladıq. Sonra yavaş-yavaş 1-ci liqa klubları, sonra 2-ci liqa yarandı, 2-ci liqa klubları. 1-ci liqa vaxtında olurdu ki, regionda komanda vardı, bir-iki dənə belə maraqlı region ki, harda nəsə tez nəsə əldə eləmək olar, onlara dəstək göstərmək olar. Onlarla işləyirdi, amma hazırda açıq yəni obyektiv, subyektiv səbəblər var. Birincisi indi 23-24 təmsilçi olmalıdır. Heç də
hamısından aktiv fəaliyyətimiz yoxdur. Yəni obyektiv səbəbi odur ki, bizim resursumuz ona çatmır. Yəni bütün bölgələrə eyni zamanda dəstək göstərə bilmirik, amma təbii bir Yəni büdcəviz azdır da. büdcə məsələsi deyil. Yəni insan resursu da burada var, vaxt məsələsi var. Və burada bir təbii seçim necə formalaşır? Bizim o subyektiv səbəb nədir? Bizim özümüzə bir son illərdə müəyyən etdiyimiz bir prinsip var ki, biz bölgə klubu istədiyi qədər ona dəstək göstərəcəyik. Yoxsa biz gedək ora, görüşək, danışaq, eləyək və görürsən ki, boşdur da yəni bu danışıqlar. Yəni yekunda bir şey alınmır. Sən çıxıb gəlirsən, orada heç bir fəaliyyət yoxdur. Yəni orada vaxt itirməkdənsə harda istəkli insanlar var, daha çox orada iş görmək. Məsələn, Qusarda niyə biz də yəni tez alındı? Yəni Qusarda investor imtina elədi klubdan. Amma yəni sağ olsunlar bu müddət ərzində kluba dəstək göstəriblər. Biz görüşdük onlarla. Ciddi bir borc da formalaşmışdı. Yavaş-yavaş o borcu da bağladılar. Klubu biz belə də götürdük. Daha sonra Radi Əmirquliyev adına rəsmiləşdirildi və həm orada bölgədə olan azarkeşlərin o birliyi, həm icra hakimi, yerli sahibkarlar, yəni orada çox belə bir sinerji formalaşdı. Hamı elə bir ki, dəstək göstərmək istəyirdi. Komandanın özünün içində daxilindəki birlik bizə kömək elədi ki, biz o istədiyimiz işləri həyata keçirə bilək. Yoxsa biz gedək danışaq, bunu eləyək, onu eləyək, qaydanda da deyəcəklər ki, gəldilər, danışdılar, çıxdılar, getdilər. Yekunda olur da, yəni əgər iş görülmürsə, danışıb çıxıb getmiş oluruq da. Amma dediyim kimi mən stakeholder xəritəsi danışıram. Belə danışanda qıraqdan belə görsənə bilər ki, indi ağıllı ifadələrlə, ingiliscə sözlərlə və s. nəsə deyirsən, amma yekunda həmin şeyi tətbiq edəndə onun nəticəsini əldə etmək olur. Yəni Qusarda elədiyimiz də bizim fərqli bir şey deyildi. Ya Qusar nə vaxt qayıdacaq Qusara? Qusara nə vaxt qayıdacaq? Bildiyim qədər işlər yaxşı gedir orada, irəliləyiş var və bu yaya bir xoş xəbərlər gözləyirik ki, təsdiqindən bağlı. Bildiyiniz kimi artıq o da həmin investorun balansındaydı stadion və Gənclər İdman Nazirliyinin balansına keçibdi və bildiyimiz qədər yəni müsbət siqnallar var. Yəni yaxın 2 ilə düşünürəm, amma yenə də rəsmi bir təsdiqi gözləmək lazımdır, yəni stadion tikilişi ilə bağlı. İşləmək üçün, yəni təbii alanda getdiyiniz, müzakirə etdiyiniz işin olduğunuz regionlarda ən çətin və ən asan işlənilən regionlar hansılardır? Bəli, xüsusiyyətlər fərqlidir regionların, amma təbii ki, asanlar olubdur. Asan deməyim də belə maraqlı, alınan, yəni görürsən ki, gördüyün iş boşa qalmır. Yəni Tovuzu mən deyərdim ki, Tovuzda bizim ilk yəni uğurlarımız oradan başlayıbdı. Daha sonra Zaqatalada işlər yaxşı getdi, Qusarda işlər yaxşı getdi. Məsələn, Şəkidə işlər yaxşı getdi. Şəkidə belə baxanda nə futbol tarixi var, nə bir başdan ciddi bir inzibati dəstək falan belə bir şey də görmədik orada. Orada sadəcə niyə yaxşı getdi? Bir nəfər var idi, bütün vaxtını, həyatını bura həsr eləmişdi. Bütün günü bu işlə məşğul olurdu və biz gördük ki, o bir nəfərlə belə işi qurmaq mümkündür. Ən azından orada bir istəkli adam olsa və o deyilən, görülən işlər, o qurulmuş sistem dağılmır, o davam elətdirir, onu görmək olur. Yəni, o baxımdan mən düşünürəm ki, bölgənin futbol ənənəsi, futbol tarixi, güclü klubun olmağı, infrastrukturun olmağı, əlbəttə bunlar önəmli amillərdir, amma ən önəmli amil orada o insanların olmağıdır. Və bizdə region klublarının əksəriyyəti çox vaxt o insanların hesabına qalıbdır. Məsələn, mən Akşin bəyə vurğulamaq istəyirəm Mişli klubuna. Onlar da yəni region liqasında uzun illər oynadılar. Sonra birinci liqada outsider idilər. Yəni o investor gələnə qədər çox işlər gördü. Yəni Mingəçevirdən Ruslan var, daha sonra Şəki klubuna. Bir addan çəkib Şaban müəllim var Zaqatalda. Yəni bir addan çəksəm kimsə unudaram. Yəni o insanların olmağı çox önəmlidir. Biz məsələn bir bölgədə yəni bir nəfər klubun nümayəndəsi faciəvi şəkildə həyatını itirdi. Yəni belə Ağdaş klubunda. Məsələn o adamı itirəndən sonra biz düzdür, insan itkisi ən önəmlidir də ailəsi üçün, əlbəttə bizim üçün də böyük itkidir, amma digər tərəfdən biz o futbolda da onu hiss elədik ki, yəni o adamın olmamağı yəni nə qədər işləri də belə bir çətinləşdirir. Yəni o baxımdan düşünürəm insanlar önəmlidir, yəni o bölgədə olan insanların. Cənubda dediniz çətin idi. Niyə çətindir Cənub? Cənubda demirəm çətinlik, Lelikdə çətinlik idi. Yəni sırf Lelikdə. Lənkəranda ikinci klubu, yəni ən azından başa düşdük. Meydança var, stadion onu qoyduq qırağa. O stadionu istəmədi. Başqa bir orada meydança tapmaq çətin olmur. Olimpiya stadionu kimi meydançası ola bilər. Lənkəranda o zonada niyə mən bunu sizdən tələb kimi soruşmuram. Sadəcə deyirəm, yəni niyə formalaşmasın? Çünki azarkeş marağı da var, istəyi də var, hər şey də var. Mən inanmıram ki,
o zonada futbola pul yatırmaq istəyən şəxs olmaya. Yəni ola bilər, o futbol sevgisi olan şəxslər mütləq ki var. Heç olmasa birinci liqa səviyyəsində komanda formalaşmır. Məncə başdan o seçim ediləndə, məsələn, birinci liqada ilk seçimlər olanda orada idman prinsiplərindən olmadı. Müəyyən bölgələr seçildi, əlavə olundu. İkinci liqada da səhv eləmirəmsə o formada olmuşdu. Məsələn, həmin vaxtı Lerikdənsə bəlkə Lənkərana üstünlük vermək daha yaxşı olardı. Və yaxud da Mişlidən 2 klub var idi. Biraz o tərəfindən. Düzü orada da mənim bildiyim, bilmədiyim tərəfləri vardı. Yəni hansısa klubun bir müəyyən bir strukturu var idi, kimsə ona dəstək olmaq istəyən adamlar vardı. Yəni bu şərtlər də önəmlidir. Məntiqlidir də, yəni məntiqlidir ki, hər klubu da yəni arxayın olub buraxmaq olmur. Yolu yarıda yarımçıq buraxır. O amillər də var. Yəni klub gələndən sonra indi bildiyim qədər o kluba da region liqasında düzdür heç bir kontaktımız olmayıbdı. Bildiyim qədər dəstək göstərən şəxslər var. İndi klub ikinci liqaya gələndən sonra artıq praktikada onu biz görəcəyik də, yəni mümkündürmü, sahibkarlar varmı, onlar dəstək göstərmək istəyirmi və yaxud da ki, o əvvəlki model ki, orada formalaşmışdı. Orada hətta mən xatırlayıram, maşın nömrələrini yazırdılar. Bu elə bir mövsümi biletin bir fərqli formatı idi də. Maşın nömrəsini yazırdı və illik ödənişini eləyib də belə bir. Elə formatlar var idi. Bildiyim qədər fan shopları hələ də fəaliyyət göstərir. Yəni bu yaxında bilmirəm, bəlkə mifti, bəlkə olub, belə eşitmişəm. Yəni onları da yoxlamaq lazımdır həqiqətən. O vaxtım işləyirdi, bəlkə indi də işləyəcək, indi də davam edəcək. Yəni baxımdan bölgədən klub olsa əlbəttə maraqlı olar, yəni o bölgəni işləmək. Bizdə həmişə bu fikir var, bölgədə azarkeş var. Mən də sizlə razıyam. Müəyyən məsələdə biz mif yaratmışıq və oturub bəzən araşdıranda görürsən ki, o qədər də azarkeş deyil, amma o deyil də. Bax bizdə həmişə deyirlər ki, bölgədə klublar olsun, azarkeş gələcək. Mən bu gün izləyirəm ikinci liqada, birinci liqada açıq danışaq, bölgələr olsun, Göyçək olsun, Şirvan olsun, Şəmkir olsun, Göygöl olsun, bütün stadionlar, Şəkin özü olsun, stadionların böyük əksəriyyəti boşdur. Mən maraqlı, yəni ki, biləm ki, siz bununla bağlı çalışırsınız, azarkeş cəlb. Niyə problem? Yəni həqiqətən də bizdə də orada mifti bölgə azarkeşi, yoxsa burada nəsə düz getmir? Olsun ikinci liqada, olsun birinci liqa. Vacib deyil ki, hamı Premier liqada oynayamır. Türkiyədə biz bugün baxırıq, birinci liqada oyunlar olur ki, stadion, yəni 20 min stadion dolu olur. Amma bizdə o tətbiq edilir. Bəli, Mardin olsun, Aydınspor olsun, yəni baxırsan Bursada yəni stadion dolu olur. Ən azı bir 20-25 min, bəzən 15 min adam gəlir. Bizdə amma məsələn niyə görə deyə birinci liqada bölgə klubu oynayır, Araz saatlı olsun, və yaxud da demişdi, siz qeyd edildiniz, Şirvan olsun, yəni azarkeş gəlmir. Bunun səbəbi nədir? Bölgədə azarkeşin gəlməyinin böyük potensialı var. Çünki bölgədə futbol klubunun olanda elə bir klubda bir əyləncə, idman sahəsində bir monopoliya formalaşmış olur. Yəni o qədər də məsələn Bakıda seçim çoxdur. Bakı klublarının azarkeş cəlb etməyi çətin ola bilər. Çünki həftə sonu sizin yəni kifayət qədər seçiminiz var, nə eləmək olar. Bölgədə o baxımdan rahatdır. Bölgə klublarının nümayəndələri bunu çox vaxtı nəticənin olmamağıyla əlaqələndirirlər ki, yəni komanda qalib gələndə gələcəklər, uduzur deyə gəlmirlər, gəli güclü deyə gəlmirlər. Biz onunla təbii ki, razı olmuruq. Klublarımız da var ki, çox ciddi uğurları var, amma yəni daxili çempionatda stadiona baxırsan, mən düşünürəm ki, klub mütləq işləməlidir bu sahədə. Yəni o davamlı olaraq ictimaiyyətlə əlaqələr. İctimaiyyətlə əlaqələr deyəndə bizdə yəni adətən bizlə müəyyən olur. Yəni bir media ilə əlaqələndirici olur, ya mətbuat katibi belə. Adı da belə olur ki, ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi, mütəxəssisi və s. Amma ictimaiyyət deyəndə bütün kütlələr nəzərdə tutulur da. İndi azarkeş kütləsi var, azarkeş olmayan insanlar var. Onları necə cəlb edə bilərik? Ailələri ümumiyyətlə necə cəlb eləmək olar? Ümumiyyətlə biz necə elə bilərik ki, stadiona insanlar tək nəticəyə görə getməsinlər də. Elə bil stadionda biz elə bir mühit formalaşdırmalıyıq, elə bir təcrübə formalaşmalıdır ki, gələn insan bir də gəlmək istəsin ora. Yəni hər şeydən asılıdır. Oturacağın təmizliyindən asılıdır. Yəni bölgə klubların əksəriyyəti oturacağı təmizləmir. Yəni oturacaq təmiz olmayan yerə adam neçə dəfə gedir. Yəni bölgə klubların əksəriyyətində yəni üzüstə bu mövzu toxunmaq olar olmaz. Tualetlər yoxdur. Yəni adam çox vacib mövzu. Sən gəlsən 90 dəqiqə oyuna baxırsan və ümumiyyətlə futbola azarkeşi cəlb edəndə 90 dəqiqə cəlb etmək lazımdır. Dünyada praktika budur ki, oyundan 2 saat əvvəl qapılar niyə açılır? Açılmaqda səbəb odur ki, birinci təbii ki o basa-basa olmasın. İkincisi klubun pul qazanmaq üçün vaxtı oradır. O 2 saat ərzindədir. Yəni fasilədə
yəni sən nə qədər adama xidmət göstərə bilərsən də, o oyundan əvvəl çağırırlar, o fanzonla qururlar ki, insanlar gəlsin orada pul xərcləsinlər. Yəni onu düşünmək lazımdır. Qapılar, adi bilet satışını təşkil edirlər. Baxırsan 1-2 saat qalmış kassada bilet satır. Sonra deyir ki, insanlar bilet almır da. Yəni Amma siz Zaqatalda bir də bunu elədiniz və o əyləncəli xarakterli konsert yarışı yaxşı adam yığılmışdı. Marad onu digər bölgələrdə tətbiq eləmək istədiniz, yoxsa görürsüz çətin məsələdir, çox vaxt yox elədik, istədik, bilmirəm elədiyimiz oldu mu? Konsert proqramı Zaqatalda var idi. 2400 adam gəlmişdi. 2 manatdan da biletləri satmışdı. Özdə nəyi gördük? Biz ora gələn fərqli auditoriya idi. Məsələn, qızlar çox idi. Və o klub üçün bir fürsətdir də. Yəni nə vasitəsilə nəsə cəlb eləyirsən, sonra yaratdığın təcrübə ilə o insanları orada saxlayırsan. Yəni, bunları yoxlamaq lazımdır. Hər bir şey, tək konsert deyil də, yəni digər şeylər də. Yəni siz belə başa məcbur elə bilməzsiniz də klubları. Sadəcə yolun göstərirsiniz, artıq qalan olan. Bizdə bir azarkeş səyahət xəritəsi deyilən bir layihəmiz var. O məhsulumuz belə deyim də. O başlayır məlumatsız azarkeşdən stadion tərk eləyənə qədər elə bil məlumatı necə aldı, sonra bileti necə aldı, stadiona necə gəlir, əvvəldən necə daxil oldu, orada baş verən proseslər, birinci hissə, fasilə, ikinci hissə və çıxana qədər. Və onun məqsədi odur ki, o çıxan adamı biz təkrar qaytaraq. Orada məlumatlar toplanılır və hər mərhələdən analiz edirik ki, buradan bunun təcrübəsi nə idi, 10 gün sorğularından və s. Hələ ki, ciddi şəkildə tətbiq eləməyimiz alınmır, amma bölgələrdə biz onu yoxlayırıq. Harada ki, yoxlamışıq, işlədiyini görmüşük və yaxud da təbliğat vasitələrini dəyişəndə fərqli azarkeşlərin gəldiyini, yəni bu tərəflərini görmüşük. Sadəcə ciddi problemlərdən biri odur ki, bir strukturlu olmalıdır ki, o işi davam etdirsin. Yəni, Bakıdan onu idarə etmək olmur. Və yaxud da ki, bizim bəzən olur ki, regional nümayəndələr təyin edilir, tək o adamla olmur. Gərək o klubun özünün də bir o vizyonu olsun baxımdan. Belə bir şey kimi çıxır. Mən hər şey atıram klubların üstünə, yəni tək onları da günahlandırmaq düz çıxmır. Yəni yəqin ki, biz də o düzgün formulanı, düzgün həll yolunu hələ ki biz müəyyən elə bilməmişik. Amma inanıram ki, bu yöndə davam eləsə, yəni o aslında klubların üzərinə atmalıyıq da. Çünki siz hər sonunda gəlir götürən tərəf üstündür. Mən şey kimi də bəhanə kimi görsən, hər şey deyirəm, sonra deyim ki, bunlar eləmədi, bunlar eləmədilər. Yəni tam da elə görsənməsin. Yəni biz də uğurlu olan yerlər də olubdu, yəni hardakı var stabil. Şəkini dediniz, məsələn, Şəki düzdür, indi son 1 il oynamadı evdə, orada oyunlarla əlaqədar. Çövkən yarışı səhvini salınmışdı ondan bağlı. Amma orada formalaşmış bir sistem var və gəlirlər və insanlar gəlirdi, bilet almamış keçmirdilər. Onlar axtarırdı ki, bilet satan hardadır ki, bilet alım, biletlə keçim. Yəni çox da ciddi bir fantastik uğurlar olmasa belə, yəni hardasa müsbət nəticələr var. Düşünürəm ki, o praktikadan istifadə eləsə digər sahələrdə, digər yerlərdə. Yəni belə bir şey mən bu danışıqda belə bir fikir formalaşdı ki, yəni biz əslində region cəmiyyəti haqqında bir qədər bəlkə də doğru fikirdə deyilik ki, yəni orada əyləncələri yoxdur falan. Təbii ki, əyləncələri yoxdur o öz yerində, amma insanlar artıq özləri üçün alternativ yarada bilirlər. Məsələn, bu telefonda alternativ yarada bilirlər də. Bu telefonu kənara qoyub gəlib stadiona gəlməsi üçün artıq bu tərəf, yəni klub tərəfi və yaxud da ki, dövlət və yaxud da ki, AFFA hansısa bir addım atmaq. Çünki biz deyirik ki, biz elə fikir formalaşıb ki, məsələn, hansısa bir futbol, Şəmkirdə bir dənə klub yaradacağım, oynayacaq birinci liqada, tribunada olacaq. Dolmur deməli. Dolmur. Deməli, sən o biz hələ birinci liqadan danışırıq. Premyer liqada bölgə klublar var, elə həmən məsələn Qəbələsidir və yaxud digərlər. Heç onlar da dolmurlar. Yəni artıq mən düşünürəm ki, biz bəlkə də düşüncəmizi dəyişməliyik ki, region klubudur, Bakı klubudur, harda olmağından asılı olmayaraq artıq sən azarkeşdən asılısan. Azarkeşin alternativi var. Sən rayonda da olsa, ən azından belə teatr olmasa, opera olmasa və yaxud da 90-cı illərdə ən az telefon var. Ən azından bir telefon var, hansı bir yer özü üçün bir istirahətini tapacaq. Ona görə də artıq pas top biz tərəfdədir də, belə deyək də, ictimaiyyət olaraq, futbol ictimaiyyəti bu işi quranlar tərəfindədir. Onu düz deyirsiniz. Məsələn, əvvəl biz deyirdik ki, futbolun nədir rəqibi, tutaq ki, PlayStation-da da o konsol oyunları və s. İndi məsələn, telefonun özünün içində o qədər rəqiblər formalaşır. Elə regionlarda məsələn insanlar TikTokda ciddi vaxt keçirirlər. Telefonun içində adi oyunlar var ki, Roblox, Minecraft, bu tipli oyunlar. Robloxun özünün içi bir dünyadır da, onun içində yüzlərlə oyunlar var. Ya onun içində onlar bir-birinə rəqabət aparır və ildən ilə o iş daha futbol meneceri yaxşı oynayır və futbol meneceri futbola stadiona gəlməyənlər o qədərdir ki.
Yəni futbol menecerin içində ol, futboldan ondan artıq hansı nəyin içində olacaqsan? Yəni sən o gözünlə görə bilərsən, gəlmirlər. Yəni artıq azarkeş tamaşaçı, futbol tamaşaçısı artıq belə deyək də üstün tərəfə keçib. Artıq biz onun dalınca düşməliyik. Yəni başqa yolu yoxdur onda. Mən bir şey soruşmaq istəyirəm. Siz qeyd elədiniz, söhbətinizin əvvəlində qeyd elədik ki, dövlətdən gələn pul futbolun inkişaf fondu vasitəsilə klublara ayrılır. Futbolun inkişaf fondunun bu pulu işi sadəcə bu pulu ayırmaqdır, ayrılmasına nəzarət edib belə deyək də qol çəkib möhürün vurmaqdır, yoxsa ki o pulun necə istifadəsini də nəzarət edə bilir. Orada bizim işimiz formaldır daha çox. Yəni AFFA nəzdində yoxlama təftiş komitəsi var ki, onlar tərəfindən və icra komitəsi tərəfindən o kriteriyalar müəyyən olunur. Premyer Liqada bu kriteriyalar daha belə strukturlaşmışdı ki, yəni bu qədər məbləğ bu sahəyə gedir. Birinci liqa, ikinci liqada daha çox 70%-dən artıq əmək haqqı xərclənməsin bu üzrədir. Amma düşünürəm ki, yavaş-yavaş yəni orada düz Premyer Liqada ilk ildən bu tərəfə çox dəyişikliklər olubdu. O məbləğlərin faizləri, sahələr yəni arasında çox dəyişiklik olubdu. Amma düşünürəm birinci, ikinci liqada artıq biraz nəzarəti artırmaq lazımdır. Hətta nəzarəti artırmaqdan başqa da mən düşünürəm ki, klublar yalnız bu vasitəyə görə bu maliyyəyə görə gəlməməlidirlər. Məsələn, əvvəllər bizdə bu bank zəmanəti tələbi var idi ki, bu məsələn uzun illər bizdə o idman prinsiplərinin qorunmamağının əsas səbəblərindən o idi ki, aşağıdan gələn klubların bank zəmanəti olmurdu. Düzdür, bu qarşısını alırdı idman prinsiplərinin, amma digər tərəfdən də belə maliyyəsiz heç bir maliyyə dayağı yoxdur. Yəni yalnız bu pula görə gələn klublar da yox idi. Düşünürəm ki, yəni kifayət qədər vaxt verildi klublara. Bəlkə bu zəmanəti, bank zəmanəti yenidən nəzərdən keçirmək lazımdır. Çünki yəni mən açıq ikinci liqa ilə region liqası arasında elə ciddi bir fərq də görmürəm. Yəni strukturlaşmır, yəni əməkdaşların sayı azdır, gəlir haqqında düşünmürlər. Müəyyən meyarlardan AFFA-da maraqlıdır ki, müəyyən qədər güzəştlər olsun region futbolunun inkişafı üçün. Təbii ki, bunlar müsbət amillərdir, amma digər tərəfdən də o klublar gəlir, yalnız bu pulla gələcəklər və bu pulu da 70% deyirik, hansı yolla hamısını əmək haqqıya xərcləməyə çalışacaqlar. Bir dayanıqlı inkişaf vizyonu yoxdur ortada. Məncə burada biraz artıq davranışımız, yanaşmamız sərtləşməlidir. Siz qeyd ediniz ki, formaldır, başa düşdüm, amma ən azından qurum olaraq hansı ki bu işə belə deyək də, ən azından sənəd üzərində cavabdeh etsə, sizin də hansısa bir təkliflərimiz ya hər hansı bir təsiriniz olmalıdır. Məsəl üçün bu maliyyə uşaq məsələn klassik olaraq uşaq futboluna pul xərcləmirlər Premyer Liqa. Yəni xərcləyirlər, ən azından sənəd üzərində xərcləyirlər ki, bunu verdim uşaqlara 2 dənə turnir keçirtdim və yaxud da ki but saldım, verdim. Bununla bağlı hansısa bir fəaliyyətiniz varmı? Ya açığı yəni mən qeyd elədim əsas fəaliyyət sahəmiz hansı tərəfdəndir, amma təbii ki, yəni bizim yəni AFFA baş katibindən, icraçı prezidentlə, icra komitəsi üzvlərindən, yəni daimi kommunikasiyamız var. Səfərlər də bir yerdə gedirsiniz. Getdiklərimiz də olubdu. Yəni ünsiyyətimiz o daimi var, fikirlərimiz, təkliflərimiz veririk. Fikirlər soruşulanda fikrimizi bildiririk. Tam da deyim ki, yox biz lap kənardayıq, yəni heç bir müdaxilə elə bilmirik. O deyil, yəni fikirlərimizi demişik dəfələrlə dinlənilib də, yəni o baxımdan yəni fikirlərimizi paylaşırıq. Yəni bu dediyim fikirlər yəni yalnız buradan bir səslənmirəm də. Yəni bunlar müzakirə edirik mütəmadi olaraq. Bir də maraqlıdır ki, siz yeni təsis olunanda müşahidə daha doğrusu Futbol İnkişaf Fondunun Himayəçilər Şurası. Bəli, heyəti çox geniş idi və orada belə deyək də Yunus Nur Fəxrəddin Manafov qədər vardı. Amma bu gün baxırıq səfərlərdə yalnız Mehriban xanım yanımızdadır. Başqa yox. Mənim maraqlıdır. O niyə ələndə gəldi və o məqsəd nə idi? O qədər geniş heyətlə ictimaiyyətə təqdim olunmuşdu o üzvlər və amma sonra da yenə də belə deyək meydanda tək qalmısınız və bütün yerdə yüksünsünüzdür. Mənim maraqlı nə baş verdi? Niyə Açığı deməzdim meydanda tək qalmışam. Yəni başdan tək gör, yaxşıdır. Mən sizin yanınızda belə ola bilər. Başdan ola bilər ki, biz bəlkə də ictimaiyyətə tam olaraq düzgün çatdıra bilməmişdik. Yəni Himayəçilər Şurasının funksiyası və səlahiyyətləri nələrdir? Yəni Himayəçilər Şurası belə deyim də, mən icraçı direktoram, mənim üstümdə olan bir nəzarət bir qurumu kimidir. Himayəçilər Şurası bizim ümumi
büdcəmizin təsdiqidir, illik bizim planlarımızdır, ümumi strategiyamızın 4 ildən biri yenilir. Yəni onun təsdiqidir. Orada əsas işlər ondan ibarətdir, amma təbii ki, hər bir üzv tərəfindən biz fərqli sahələrdə dəstək görürük. Tədbirlərə qatılanlar da olur, amma işimiz tək tədbirlər deyildi. Yəni bu üzdə görsənənin arxasında qat-qat artıq iş baş tutur və onların hər birinin öz sahəsi üzrə öz vaxtı imkan verdiyi qədər. Məsələn, Fəxrəddin Manafovun sahəsi nədən ibarət və sizə hansı dəstəyi göstərir mən çox maraqlıdır. Fəxrəddin müəllim ümumiyyətlə Ad olaraq orada göründü. Yəni bizim Himayəçilər Şurasında Fəxrəddin müəllim üzvdür, hələ də Yunus müəllim də üzvdür və hazırda üzvlərimizin sayı 7 nəfərdir və Fəxrəddin müəllimin bizim biznes klubla bağlı tədbirlərimiz olubdu ki, sahibkarlarla görüşlər və s. Orada da iştirak olubdu. Fəxrəddin müəllim düz siz indi daha çox aktyor kimi tanıyırsınız. Onun özündə futbol idarə etməsində ciddi təcrübəsi var. Sual verəndə onu dedi ki, bununla bağlı sualları Tural bəy verin. Futbolla bağlı suallarına görə. Yəni onun indi mən də onun əvəzində cavablandırıram. Onun futbol idarə etməsində də yəni bir klub idarə etməsində ciddi bir təcrübəsi də var. Futbol sevən insandır. Qardaşı klub rəhbəri olub. Qardaşı klub Marsildə desən olur. Dünyasını dəyişdi. Slovakiyada klub rəhbəri olub. Bəli, o sayədə bunlar da danışılır. Həmçinin yəni onun bizim həm müzakirələrdə öz dəyərli fikirlərinə dəstək göstərir. Dediyim kimi tədbirlərimizdə iştirak edir. Yəni tanınmış nüfuzlu insandır. Bəzən onun dilindən insanlar eşidəndə daha inamlı, daha fərqli səslənir. Yəni o baxımdan yəni bir-bir adlar üzərinə getmək istəmirəm, amma əmin olun ki, hər birinin orada bir faydası, dəstəyi var və bizim o Himayəçilər Şurası formal bir qurum deyil. Yəni onlar həqiqətən də yəni ciddi bir dəstək göstərirlər. Bu qədər. Təşəkkür edirəm dəvətimizi qəbul gəldiyinizə görə. Ümid edirəm ki, hər hansı bir müəyyən bir suallara aydınlıq gətirə bildik. Bir daha təşəkkür edirəm. Çox sağ olun siz də dəvət etdiyiniz üçün. Sağ olun. Sağ olun. Sağ olun. Çox sağ olun. Bu qədər. Bu dəfəki verilişimizi yekunlaşdırırıq. Sağ olun. Görüşərik.